Salam hörmətli izləyicilərim. Dünya siyasətində böyük dəyişikliklər baş verir. Uzun illər ABŞ və Rusiya əsas rəqiblər idi. Lakin indi Vaşinqtonun diqqəti başqa bir gücə, başqa bir səmtə yönəlib, bu Çindir. ABŞ üçün Çin sadəcə bir iqtisadi rəqib deyil, həm də qlobal liderliyə iddia edən ən böyük təhlükədir. Pekin güclənir, yeni müttəfiqlər toplayır və Qərbin təsirini azaldır. Vaşinqton isə bu artan gücü dayandırmaq üçün Rusiyanı öz tərəfinə çəkməyə çalışır. ABŞ Rusiyanı öz tərəfinə çəkə bilərsə, dünya siyasətində nələr dəyişəcək? Ukrayna və Avropanın taleyi necə olacaq? NATO güclənəcək, yoxsa parçalanacaq? Türkiyə və Türk dünyası bu oyunda hansı rol oynayacaq? Gəlin bu sualların cavablarını birlikdə araşdıraq. ABŞ-ın Ukraynaya təzyiqi və onu sülhə məcbur etməsi böyük ehtimalla Rusiyanı öz tərəfinə çəkmə strategiyasının ilkin addımıdır. Vaşinqton açıq şəkildə bildirir ki, Ukrayna müharibəsi ABŞ üçün artıq ikinci dərəcəli məsələyə çevrilib. Əsas prioritet hazırda Çindir və onu zəiflətməkdir və bu prosesdə Rusiyanı neytrallaşdırmaq ABŞ-ın qarşısında duran əsas məsələdir. Gəlin ondan başlayaq ki, Çini zəiflətmək nə deməkdir? Çin artıq sadəcə bir iqtisadi nəhəng deyil. O, ABŞ-ın qlobal üstünlüyünü sarsıdacaq gücə çatıb və alternativ dünya düzəni yaratmağa çalışır. Bunun qarşısını almaq üçün Vaşinqton Çinin iqtisadi gücünü sarsıtmalı, siyasi və hərbi təcrid olunmasına nail olmalı, Çinin enerji və təbii resurslardan asılılığını artırmalıdır. Amma bunlara nail olmaq üçün ABŞ Rusiyanı neytrallaşdırmağı bacarmalıdır. Çünki məhz Rusiyanın dəstəyi nəticəsində Çin bu təzyiqlərə tab gətirə bilir. Belə ki, Rusiya Çinin əsas enerji təminatçılarından biridir. Əgər Moskva Çinlə əməkdaşlığı azaltsa, Pekin enerji böhranına düşə bilər. Həmçinin bu gün Rusiya Çinə hərbi texnologiyalar və strateji xammal ötürür. Bu da Çin üçün olduqca vacibdir. Məhz bu səbəblərə görə ABŞ bu əlaqəni kəsməyə çalışır. Bu əlaqələri kəsməyin yollarından biri də Ukrayna məsələsində Rusiyaya güzəştə getmək, sanksiyaların yumşaltmaqdan keçir. Trump artıq bu istiqamətdə irəliləyir. Əgər Vaşinqtonun bu planı baş tutarsa, Pekinin geosiyasi dayaqları ciddi şəkildə zəifləyər. Bu səbəbdən Ukrayna məsələsinin dondurulması və Rusiyanın Çinlə yaxınlığının zəiflədilməsi Vaşinqton üçün mühüm geosiyasi gediş ola bilər. Niyə görə ABŞ Çini özünə əsas təhlükə sayır? Ondan başlayaq ki, Çin ABŞ-ın liderliyini itirəcəyi alternativ bir dünya düzəni yaratmaq istiqamətində ciddi addımlar atır. Pekin yeni maliyyə institutları, misal üçün Asiya İnfrastruktur İnvestisiya Bankı yaradaraq hesablaşmaları yuanla həyata keçirir və bununla da dolların rolunu zəiflədir. Hərbi sahədə də Çin sürətlə güclənir. Çin hərbi dəniz donanması gəmi sayına görə ABŞ-ı ötüb keçib. Həmçinin Çin hipersəsli raketlər və süni intellektə əsaslanan döyüş sistemlərini sürətlə inkişaf etdirir. Amma əsas təhlükə Çinin geosiyasi ekspansiyasıdır. Bir kəmər, bir yol layihəsi vasitəsilə Çin Asiya, Afrika və Latın Amerikasını inteqrasiya edir, onları iqtisadi cəhətdən aslı tərəfdaşlara çevirir. Nəticədə ABŞ-ın təsirini azaltan alternativ beynəlxalq sistem formalaşır. Bunları nəzərə alan Vaşinqton başa düşür ki, Çin sadəcə rəqib deyil, ABŞ-ın qlobal roluna fundamental təhlükədir. Bu yeni reallıqda Rusiya artıq əsas düşmən deyil,
Çini zəiflətmək üçün potensial alətdir. Bəs ABŞ Rusiyadan necə faydalanmaq istəyir? Son illər Rusiya Çinə yaxınlaşıb və qarşılıqlı maraqlar əsasında strateji tərəfdaşlıq qurub. Moskva Çindən iqtisadi enerji resurslarına, bazar texnologiyalarına çıxış və ticarət yolları əldə edir. Pekin isə Rusiyanın xammal mənbəyi və qərbə qarşı bufer zonası kimi istifadə edir. Lakin bu tərəfdaşlıq Moskva üçün müəyyən risklər də yaradır. Çünki Çinin təsiri Orta Asiyada artır, Rusiya hərbi texnologiyalar bazarını Çinə uduzur, Pekin uzaq şərqdə iqtisadi ekspansiya aparır. Vaşinqton bunu anlayır və Rusiyaya alternativlər təklif edə bilər. Məsələn, Moskva Çindən uzaqlaşması müqabilində sanksiyaların qismən yumşaldılması, hətta tam aradan qaldırılmasına nail ola bilər. Rusiya üçün geosiyasi güzəştlər, məsələn, Ukrayna və keçmiş SSR məkanında Moskvanın rolunun qəbul edilməsi ola bilər. Və ya iqtisadi imkanların genişləndirilməsi, məsələn, Rusiyanın bəzi qərb texnologiyalarına çıxışının bərpa edilməsi baş verə bilər. Rusiya bu təkliflərə hə deyib Çinlə əlaqələri zəiflədərsə, Pekinə ciddi strateji zərbə deyə bilər. Hamını düşündürən başqa bir vacib məsələ ABŞ-Çin qarşıdurması fonunda ABŞ-Rusiya münasibətlərinin yumşalması Avropa və Ukraynaya nə vəd edir sualıdır. ABŞ üçün Çinin əsas təhlükəyə çevrilməsi o deməkdir ki, Ukraynanın prioriteti qaçılmaz şəkildə azalacaq. Məhz bu səbəbdən bugün Vaşinqton Kiyevi danışıqlara və güzəştlərə təşviq edir, Rusiyaya qarşı təzyiqləri azaldır. ABŞ-ın bu yanaşması Avropada ciddi siyasi böhran yarada bilər. Şərqi Avropa ölkələri, Polşadır, Baltikyan dövlətləridir. ABŞ-ın bu siyasətindən narazı qalacaq, çünki onların təhlükəsizlik konsepsiyası Rusiyaya qarşı sərt münasibət üzərində qurulub. Lakin Almaniya və Fransa iqtisadi sabitlik və enerji təhlükəsizliyi müqabilində Moskva ilə münasibətlərin yumşaldılmasını dəstəkləyə bilərlər. Bu isə Avropa daxilində parçalanmaya gətirib çıxara bilər. Şərqi Avropa Rusiyaya qarşı sərt siyasət tələb edəcək, Qərbi Avropa isə təhlükəsizlik və iqtisadi maraqlar arasında balans axtaracaq. Bu vəziyyətdə Ukrayna çətin seçim qarşısında qalacaq. Ya kompromis, ya da beynəlxalq dəstəyin azalması. Bu senaridə Şimali Atlantika blokunu nə gözləyir? Amerika Birləşmiş Ştatları NATO-nun əsas təhlükəsizlik təminatçısıdır. Lakin əgər Vaşinqton diqqətini Asiyaya yönəltsə, bu NATO-nun strukturunu dəyişə bilər. Mümkün 3 ssenarini nəzərdən keçirək. NATO-nun yenidən formalaşması baş verə bilər. Çin əsas təhlükə kimi müəyyən ediləcək və alyansın Asiyada təsiri genişlənəcək. İkincisi, Avropa öz hərbi qüvvələrini qura bilər. Bununla da Almaniya və Fransa ABŞ-dan asılılığı azaltmağa çalışacaq. Üçüncü ssenari, Türkiyənin təsirinin artması. Ankara uzun müddətdir ki, qərbə boylanmadan müstəqil siyasət aparır və öz regional təhlükəsizlik sistemini qurmağa başlayır. Hər bir halda ABŞ-ın NATO-nu tam tərk etməsini gözləmək səhv olardı. ABŞ NATO-da qalacaq, lakin ona daha çox siyasi təsir vasitəsi kimi baxacaq. Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də Türkiyənin Avropanın yeni təhlükəsizlik təminatçısı kimi çıxış etməsi ehtimalı barədədir. Türkiyə artıq neçə müddətdir ki, sadəcə NATO üzvü deyil, o bölgədə müstəqil güc mərkəzidir və buna uyğun öz siyasətini yürüdür. Əgər ABŞ Avropadan çəkilərsə, Türkiyə bölgədə yeni təhlükəsizlik sistemini qura bilər. Nəzərə alaq ki, Ankara NATO-da ikinci ən güclü ordunu idarə edir, enerji nəqliyyat yollarını nəzarət edir və öz regional hərbi və siyasi ittifaqlarını formalaşdırır. Bu kontekstdə Türkiyənin
Avropanın əsas təhlükəsizlik təminatçısına çevrilmə ehtimalı kifayət qədər yüksəkdir. Lakin müasir geosiyasi dəyişikliklər Türkiyəyə fərqli bir rol da verə bilər. Söhbət ABŞ-ın Çinə qarşı mübarizəsində Türk faktorundan istifadə etməsindən gedir. Bəli, Türk dünyası, Turan ABŞ-ın geosiyasi planlarında mühüm faktor ola bilər. Qeyd etdiyimiz kimi, Trump administrasiyasının əsas prioritetlərindən biri Çini zəiflətmək və Pekini təcrid etməkdir. Bunun üçün Amerika Birləşmiş Ştatları yeni müttəfiqlər axtarır və bu kontekstdə Turan ölkələri strateji əhəmiyyət kəsb edə bilər. Bu senari həyata keçərsə, ABŞ Orta Asiya və Qafqazda Çin təsirini azaltmaq üçün Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı genişləndirə bilər. Türkiyə artıq bölgədə siyasi və hərbi nüfuzunu artırır və Vaşinqtonun bu prosesə dəstək verməsi mümkün görünür. ABŞ-ın Turan ölkələrindən istifadə edə biləcəyi mümkün istiqamətlər bunlar ola bilər. Məsələn, Qazaxıstan, Özbəkistan və Azərbaycan mühüm strateji mövqelərə sahibdir və Çin bu ölkələr üzərindən bir kəmər, bir yol layihəsini genişləndirməyə çalışır. ABŞ bu ölkələrlə əməkdaşlıq edərək Çinin iqtisadi və siyasi təsirini zəiflədə bilər. Türkiyə rəhbərliyi altında Türk dünyasının hərbi əməkdaşlığı güclənir. ABŞ bu prosesi dəstəkləyərək Türk Dövlətləri Təşkilatının hərbi koordinasiyasını artırmağa təşviq edə bilər. Azərbaycan qazı artıq Avropa üçün kritik əhəmiyyət daşıyır. Amerika Birləşmiş Ştatları Orta Asiya və Xəzər hövzəsi ölkələri ilə əməkdaşlıq edərək Avropanın Rusiya və Çindən enerji asılılığını azaltmağa çalışa bilər. Hazırda ABŞ-ın bu istiqamətdə konkret addımlar atdığına dair dəqiq faktlar yoxdur. Lakin Trump administrasiyasının xarici siyasətində Türkiyə və Türk dövlətlərinin rolunun artması mümkündür. Bu həm Çinin bölgədəki təsirini azalda, həm də yeni güc balansı formalaşdıra bilər. Bugünlük bu qədər. Bugün biz sizinlə ABŞ-Çin qarşıdurması fonunda ABŞ-Rusiya yaxınlaşmasını və bunun mümkün inkişaf istiqamətlərini müzakirə etdik. Dünyada geosiyasi tarazlıq dəyişir və bu dəyişikliklərin nəticələri qlobal səviyyədə hər kəsə təsir göstərə bilər. Gələcək hadisələri birlikdə izləyəcək və təhlil edəcəyik. Sizin də fikirləriniz maraqlıdır. Şərhlərdə düşüncələrinizi bizimlə bölüşün. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.